paylaşmaq, dostlarla paylaşmaq, fiziki aktivlik göstərmək, məkanı dəyişmək, səyahətə çıxmaq, idman eləmək, müəyyən piyada turistik bir səyahətləri eləmək ki, istənilən stresslərin yığışdırılması əzələ hərəkətindən irəli gəlir. Bu da elmdir. Dahi Seçinov demişdi ki, elə bir proses yoxdur ki, sinir hüceyrəsindəki özünü əzələ gərilməsində əks etdirməsin. Yəni, istənilən əsəb gərginliyi, stres faktorları və s. onları yalnız fiziki aktivliklə yox eləmək olar. Düzgün fiziki aktivlik ya idmandır, ya rəqsdir və xoş bir hərəkətlərdir. Bunları elədikdə müəyyən bir prosesləri idarə etmək olur. Həmçinin də kişilərin hormonal müəyyən problemlərini də həmçinin. Amma birbaşa kişilərə baxan androloqlar var ki, onlara müraciət edib daha dərin öyrənə bilərlər. Bir izləyicimiz yazıb ki, salam. Anamda 2-3 ildir ki, xoş vazelin şiş var mədəsində. Özü də yüksək təzyiqi var, ürəyində tromb, laxtalanma var, özü də insulin keçirib. Nə etməlidir bu xəstəlikləri yox etsin? Vazelin şiş nə deməkdir bilmərəm. Xoş vəzin şişidir. Vəzli şişdir, xoş xəstəli şişdir, vəz şişidir demək istəyir. Burada izləyicimizin təqdim edildiyinə görə burada kompleks bir problemlər var. Bir orqanın problemi deyil. Həm burada ürək-damar problemi var, insult kimi özünə bir üzə verib, həmmədə də müəyyən bir problemlər var.